Mira and Aylin are best and loyal friends. Mira ve Aylin en yaxşı ve sadiq dostlardır. They met in the second grade and have been close ever since. Onlar ikinci sinifdə tanış olublar və o vaxtdan bəri yaxın dost olaraq qalıblar. They sit next to each other in class, play together during breaks and talk every day after school. Onlar dərsdə yanaşı otururlar, tənəffüslərdə birlikdə oynayırlar və hər gün məktəbdən sonra söhbət edirlər. Mira is a helpful girl who supports Aylin with homework and Aylin always makes Mira laugh. Mira Aylinə ev tapşırıqlarında kömək edən yardımsevər bir qızdır və Aylin isə hər zaman Miranı güldürür. They share their snacks, play games and tell each other everything. Onlar öz şirniyyatlarını, abur-cuburlarını bölüşürlər, oyun oynayır və bir-birlərinə hər şeyi danışırlar. Sometimes they argue, but they always say sorry and smile again. Bəzən mübahisə edirlər, amma həmişə üzr istəyir və yenidən gülümsəyirlər. One day Mira moved to a new house, but they still meet on weekends. Bir gün Mira başqa evə köçür, amma onlar yenə həftə sonları görüşməyə davam edirlər. They call each other every evening and talk about their day. Hər axşam bir-birlərinə zəng edib günləri haqqında danışırlar. They say, no matter what happens, we'll stay friends forever. Onlar deyirlər ki, nə olursa olsun, biz həmişə dost qalacağıq. Their friendship is strong and special and they hope to be best friends for life. Onların dostluğu güclü və özəldir. Onlar ömürlük ən yaxşı dostu olmağı arzulayırlar. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Why students do homework, şagirdlər niyə ev tapşırıq etdikləri? A friendship that lasts a long time, uzun müddət davam edən bir dostluq, bəli. Two girls who play video games, video oyunları oynayan iki qız. A school project about friendship, dostluq haqqında məktəb layihəsi, doğru cavab B variantı. Which statements are true according to passage? Mətnə uyğun olaraq düzgün fikirləri seçin. Mira and Aylin never argue. Mira və Aylin heç vaxt mübahisə edirlər. They met in the second grade. Onlar ikinci sinifdə tanış olublar. Bəli. They stopped talking after Mira moved. Mira köçəndən sonra onlar artıq danışmadılar. Yanlış fikirdir. They still talk every day. Hələ də hər gün danışırlar. 2-4 doğru cavab B variantı. Complete the sentence according to passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Mira and Aylin say they will. Mira və Aylin deyir ki, onlar nə edəcəklər? Always be friends no matter what happens. Nə olursa olsun, onların dostluğu davam edəcək. Həmişə doğrudur. Stop being friends after school. Məktəbdən sonra dostluqlarını kəsəcəklər. Xeyr. Meet only during summer. Yalnız yayda görüşəcəklər. Never talk again. Bir daha danışmayacaqlar. Doğru cavab A variantı. Choose the correct answer to the question. Suala düzgün cavab verin. What do Mira and Aylin do together? Mira və Aylin bir yerdə nə edir? They play during class. Sinif dərs vaxtı oynayırlar. Xeyr. They write long letters every week. Hər həftə uzun hərflər yazırlar. Xeyr. They play games, talk and help each other. Onlar oyun oynayır, söhbət edir və bir-birinə kömək edirlər. Bəli. They only see each other on birthday. Yalnız ad günlərində bir-birlərini görürlər. Doğru cavab C variantıdır. Write one adjective from the passage which characterizes the word house. Mətndə house sözünü xarakterizə edən bir sifəti seçmək tələb olunur. House'un qarşısında işlənən sifət new doğru cavabdır. Layla is a kind and thoughtful student in the class. Layla sinifdə mehriban və düşüncəli bir şagirddir. She always thinks about others and tries to help whenever possible. O həmişə başqalarını düşünür və mümkün olduqca kömək etməyə çalışır. She listens carefully when someone is speaking and gives helpful advice.
Kimsə danışanda diqqətlə qulaq asır və faydalı məsləhətlər verir. Everyone in class enjoys spending time with her because she's respectful and fair to everyone. Sinifdə hamı onunla vaxt keçirməyi sevir, çünki o hər kəsə hörmətlə və ədalətlə yanaşır. She's also very responsible. O həm də çox məsuliyyətlidir. Layla always finishes her homework on time and explains difficult tasks to her classmates. Layla ev tapşırıqlarını hər zaman vaxtında yerinə yetirir və çətin tapşırıqları sinif yoldaşlarına izah edir. During group work, she helps everyone stay organized and makes sure each person has a chance to participate. Qrup işi zamanı hər kəsin nizamlı qalmasına kömək edir və hər bir şəxsin iştirak etməsinə şərait yaradır. She stays calm and patient even when problems happen. Problemlər olsa belə sakit və səbirli qalır. Outside of class, Layla enjoys reading books, going for walks and spending time with her friends. Sinifdən kənarda Layla kitab oxumağı, gəzintiyə çıxmağı və dostları ilə vaxt keçirməyi sevir. She is friendly, reliable and fun to be around. O mehriban, etibarlı və əyləncəli biridir. Good classmates like Layla make school a better place. Layla kimi yaxşı sinif yoldaşları məktəbi daha yaxşı bir yerə çevirirlər. Everyone hopes to have more students like her in class. Hər kəs sinifdə onun kimi daha çox şagirdin olmasını arzulayır. Mətn əsasən the passage is mainly about nə haqqındadır? How to prepare for exams. İmtahana necə hazırlaşmalı? The best subjects in school. Məktəbdə ən yaxşı fənlər. A student who likes to play sports. İdmanla məşğul olmaq xoşlayan şagird. A helpful and friendly classmates. Yardımsevər, səmimi sinif yoldaşı. Doğru cavab D variantıdır. Choose the correct answer to the question. Suala düzgün cavab seçin. What does Layla do during group work? Qrup işi zamanı Layla nə edir? She stays quiet the whole time. Bütün vaxtı sakit qalır. She does all the work herself. Bütün işi özü görür. She finishes quickly and leaves. Tez bitirib çıxıb gedir. She makes sure everyone joins in. O əmin olur ki, hər kəs iştirak edir. Doğru cavab D variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Layla is popular in class because Layla sinifdə məşhurdur. Çünki she brings snacks every day. Hər gün şirniyyat gətirir. She wins all the school contests. O məktəb müsabiqələrinin hamısını qazanır. She is respectful and helpful. O hörmətli və köməksevərdir. She arrives late to class. O dərsə gec gəlir. Doğru cavab C variantı. Which statements are true according to the passage? Mətnə uyğun olaraq doğru fikirləri seçin. Layla helps her classmates with lesson. Layla sinif yoldaşlarına dərslərində kömək edir, doğrudur. Layla gets angry during group projects. Qrup işlərində əsəbləşir, xeyr. Layla listens carefully to others. Digərlərinə Layla diqqətlə qulaq asır. Doğrudur. Layla never spends time with friends outside school. Məktəbdən kənarda dostları ilə heç vaxt keçirmir. 1-3 doğru cavab B variantı. Which word from paragraph 2 best fits the following definition? Paragraf 2-də hansı söz verilən tərifə uyğundur? An occasion that allows something to be done. Bir şeyin edilməsinə imkan yaradan fürsət, imkan. Burada chance sözü doğru cavabdır. Choose the best option. Ən uyğun variant seçin. Which word describes someone who always tells the truth? Həmişə doğru danışan şəxsi təsvir edən söz hansıdır? Honest, dürüst, generous, əl açıq, serious, ciddi, optimistic, nikbin. Doğru cavab A variantı.
Choose the best option. Bu en uyğun variant seçin. Who can wait for a long time without getting angry? Uzun müddət əsəbləşmədən gözləyə bilən şəxs kimdir? Fun loving, əyləncəni sevən, confident, özünə inamlı, serious, ciddi, patient, səbirli. Doğru cavab D variantı. Choose the best option. En uyğun variant seçin. A person who believes in their own success is öz uğurlarına inanan insan, yəni özünə inamlı insandır. Confident. Doğru cavab C variantı. Choose the best option. En uyğun variant seçin. You can trust this kind of person because they always do what they say. Bu insanlara, bu tip insanlara inana bilərsən, çünki onlar həmişə dediklərini edirlər, yəni etibarlı, güvənilir, reliable. Doğru cavabımız A variantıdır. Write the missing word. Write one word only. Buraxılmış sözü yazın, sadəcə bir söz. She often visits elderly people in homes. She buys them what they need. O tez-tez qocalar evində yaşayan yaşlı insanları ziyarət edir. Onların ehtiyacı olan şeyləri alır. Qocalar evi burada nursing sözü olmalıdır. Nursing homes. Choose the correct statement according to the text. Mətnə əsasən düzgün fikri seçin. Come to Green Park this Saturday. Bu şənbə Green Park'a gəlin. Join us for a family picnic with games, music and delicious food. Oyunlar, musiqi və dadlı yeməklərlə dolu ailə pikniyinə bizə qoşulun. Bring your own picnic blanket and enjoy the fun from 10 a.m. to 4 p.m. Özünüzlə piknik yorğanı gətirin və səhər saat 10-dan axşam 4-ə qədər əyləncənin dadını çıxardın. Entry is free for everyone. Giriş hamı üçün pulsuzdur. People need to pay to enter the park. İnsanlar parka daxil olmaq üçün pul ödəməlidirlər. Xeyr. The picnic is for adults only. Piknik yalnız böyüklər üçündür. Xeyr. There will be food, music and games at the event. Tədbirdə yemək, musiqi və oyunlar olacaq. Bəli. The picnic takes place on Sunday. Piknik bazar günü keçiriləcək. Doğru cavabımız C variantıdır. Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Hi Laura, salam Laura. Thanks for helping me study for the history test. Tarix imtahanı hazırlaşmama kömək etdiyin üçün təşəkkür edirəm. I felt really confident today and I think I did well. Bugün özümü çox inamlı hiss etdim və düşünürəm ki, yaxşı yazdım. I owe you one. Sənə borcluyam. Emma. Laura asked Emma for help with the test. Laura Emma'dan imtahan kömək etməsini istədi. Emma was nervous about her test. Emma imtahanı barədə narahat idi. Emma failed the history test. Emma tarix imtahanından kəsildi. Emma thanked Laura for helping her prepare. Emma Laura'ya hazırlaşmaqda kömək etdiyi üçün ona təşəkkür etdi. Doğru cavabımız D variantıdır. Choose the correct variant. Düzgün variant seçin. If you heat water, it. Əgər suyu isitsən, o qaynayar. Yəni həmişə keçərlidir. It indiki sadə zamanda S şəkilçisi alır. İkinci şəxsin təkində. Doğru cavabımız C variantı. Choose the correct variant. Düzgün variant seçin. If it rains tomorrow, we go to the park. Sabah yağış yağsa, biz parka gedəcəyik. Gələcək zaman işlənməlidir və ya getməyəcəyik olacaq. Ya will ya da will not. Will not'un da qısalmışı won't-dur. Doğru cavab B variantı. Choose the correct variant. Düzgün variant seçin. I'll be happy if I good grade. Yaxşı qiymət alsam, özümü xoşbəxt hiss edəcəm. Ifli budaq cümlədə indiki sadə zaman işlətməliyik. Yəni burada gələcək veri, bu keçmiş veri, bu formadır. B variantı doğru cavabımızdır. Choose the correct variant. If she enough water, she better. Əgər kifayət qədər su içsə, özünü yaxşı hiss edər və ya hiss edəcək.
Yəni if şərt budaq cümləsində biz gələcək zaman işlətmirik. She üçüncü şəxsin təki olduğuna görə ring feili s almalıdır. Doğru cavabımız D variantıdır. Choose the correct variant. Düzgün variant seçin. If you eat too much sugar, əgər çox şəkər yesən, your teeth will get ya da get bad. Yəni ifli şərt budaq cümləsində biz gələcək zamanla istifadə etmirik. Baş cümləsində ya gələcək ya indiki sadə işlədə bilərik. Your teeth burada teeth cəmdə olduğuna görə feil s almaz. Dolayısıyla doğru cavabımız A variantıdır. Choose the best option, ən uyğun variant seçin. I feel happy, I see my friends. Dostlarımı görsəm ya da görəndə özümü xoşbəxt hiss edirəm. Yəni if görsəm, when görəndə, but amma ancaq, so ona görə də cümlə mənasına uyğun gəlmir. 1-4 A variantı doğru cavabımızdır. Choose the correct variant. Düzgün variant seçin. If it tomorrow I the trees. Əgər sabah yağış yağsa ağacları sulamayacağam və ya yağış yağmasa sulayacağam, belə olar. Baxaq. Gələcək zaman ifli olan cümlədə ümumiyyətlə işlətmirik. If it rains, gələcək aid olan ikinci tərəfdə işlətməliyik. Sabah yağış yağsa sulayacağam. I will, yəni I will water olmalıdır. Burada o cavab yoxdur. Yağış yağsa sulamayacağam olacaq. C variantı düz gəlir. Yağış yağmasa burada yəni will water olmalıdır. Doğru cavab C variantıdır. Choose the correct variant. Düzgün variant seçin. If you lucky, you the game. Şanslısansa qalib gələcəksən deyir. Ifli, yəni şərt budaq cümləsində biz gələcək zaman işlətmirik. Baş cümləsində işlədərik gələcək zaman, yəni will win. Və də tərcüməyə baxacaq. Əgər şanslısansa qalib gələcəksən, doğru cavab D variantı.